Herkese salam. Bugünkü test izahımızın mövzusu olacaq intervallar. Eləsə gəlin vaxt itirmədən keçək testimizə. Birinci sualdan başlayaq. Deməli, həm qapalı testlərimiz var, həm açıq testlərimiz var. 15 qapalı sualımız var. Açıq suallarımız da olacaq. Ümumilikdə 25 sual tərtib etmişəm. Birinci suala baxaq. Hansı interval xalis kvinta adlanır? Xalis kvinta. Ümumiyyətlə intervallar həm xalis olur, həm də böyük və kiçik intervallar olur. Burada cevabımız olacaq B variantı. 5 pillə. Çünki 5 pillə əhatə edir xalis kvinta. Ona görə burada B variantını doğru cavab götürəcəyik. 2. Sadə intervallar neçə pilləni əhatə edir? Sadə intervallar ümumiyyətlə primadan oktavaya qədər olacaq. C variantı 1-dən 8-ə qədər. Birinci interval prima, axırıncı oktava 8. Bunlar sadə intervallardır. Sadə intervallar oktava daxilində olur. Maksimum 8-ə, yəni oktavaya. 3. Mürəkkəb interval olan desima hansı sadə intervalın oktava artırılmış formasıdır? Yəni ki, oktava ilə sadə intervalı soruşur. Dönmədə belə keçməmisiniz. Bunda biraz fikirləşmək lazımdır. Desima oktava ilə tersiya deyirik biz burada. Tersiya. Cavabımız olacaq B variantı. Niyə B variantı? Mən sizə belə öyrətmişdim ki, neyin? Verib sizə tutaq ki, desima soruşur, dönməsini soruşur. Desima 10'du da bilir ki 10. interval desimadda 10 yazılır desima. Nona desima 10'du. 10'dan çıxırsız 8'i. Ondan oktava 8'di ona görə. Ondan çıxırsız 8'i. Bərabər edir neçəyə? 2'yə. 2'yə. Bir dəqiqə. Aha 2'yə. İndi siz bu 2'nin üzərinə 1 gəlməlisiniz. Geldiniz de 2 üstə gəl 1 etdi 3. Etdi 3. Üçüncü interval hansı intervaldır? Sayın. Prima, sekunda, tersiya. Deməli cavabımız oldu B variantı. Belə də asan üstündən yaxtacaqlaya bilərsiniz. Necədir? Elə bil ki, sizə verilən mürəkkəb intervaldan çıxırsınız oktavanı. Üzərinə 1 gəlirsiniz. O 1 sadəcə bununla daxil deyil. Mürəkkəb intervalın dönməsini tapmaq istəyəndə həmin o mürəkkəb intervalın neçənci interval olduğunu, məsələn, nonadirsə 9, nonadirsə 10 desimadirsə 11 götürəcəksiniz. 11-dən çıxacaqsınız 8-i, o qalan rəqəmin üstünə 1 gələcəksiniz. Hansısa çıxacaqsa baxacaqsınız ki, məsələn 4 çıxdı. 4-cü sadə intervalımız hansıdır? Götürəcəksiniz, buradan biləcəksiniz ki 4 bilsə kvartadır. Ona görə müəyyən edəcəksiniz. 4-cü tapşırıq. Artırılmış kvarta triton intervalında neçə ton var? Adından da gördüyü kimi triton. Tri nədir? 3-dür də tri. Tri 3 deyilir də. Ona görə. Həm də ki 3 tondur da, yəni artırılmış kvarta art kvarta yazılır da. Artırılmış kvarta intervalı. 4 kimi. Deməli cavabımız 3 ton C variantında verilib. Davam eləyək 5-ci tapşırıqla. Hansı interval konsonans, yəni xoşməramlı interval hesab olunur? Bütün xalis intervalların hamısı. Xalis kvinta. Baxın, böyük deyir A variantında, kiçik deyir, artırılmış heç ola bilməz. Kiçik deyir, C variantı. Xalis kvinta. Çünki bütün xalis intervalların hamısı buna daxildir. Xalis intervallar hansıdır? 1 primadır, böyük və kiçik olmur. Primadır, kvintadır, kvartadır, oktavadır. Əsas bunlar. Yəni 4 dənədə qalanların hamısı böyük və kiçik olur. 6. Kiçik septimanın çevrilməsindən hansı interval alınır? Kiçik septimanı biz çevirəndə kiçik septima nə demişik biz? Sualda biz götürərik A variantını. Çünki 7 kiçik septimadır da. Nonadan çıxaq 2-ni də. Nonadan 7-ni çıxırıq. Hələ bir ki 2 qalmış olur da. Başa düşdünüz? Yəni ki sekunda ikinci interval sekundadır. 9 axı biz demişik 8-in üzərinə 1 gəlin. 8-in üzərinə 1 gəldiniz də. Yəni 8 üzərinə gəlib 1, 9 eləmir. Ondan çıxırsınız 7-ni. 9 nonadır da. Nonadan çıxırsınız 7-ni. Nonadan kiçik septimanı çıxırsınız. Sizə verilən nə olur? Nona nədir? Nona 9-dur. Ondan kiçik septimanı çıxanda alınacaq burada 2. 2 nədir bəs? 2 də ki sekunda.
Böyük göstərək burada sekund olanlardan böyük sekund olacaq amma çünki biz artıq yəni ki böyük sekunda nə idi? B2 yazılırdı da. Çünki 2 daha böyükdür axı ona görə. Çünki nona götürmüsünüz siz burada. A variantı. 7. Duodetsima intervalı rəqəmlə necə? Hə, neçə rəqəmlə ifadə olunur deyir bizə. Heç nə D variantıdır burada. Cavab 12 rəqəmi ilə. 12 nədir? Xalic kvinta ilə oktavanın toplamı 12 eləyir. Siz dönmələrdə oktava götürmürsünüz ha, ona görə üzərinə 1 gəlirsə, oktava götürürsünüzsə 1 gəlməyə ehtiyac yoxdur. 8. Aşağıdakilərdən hansı xarakterik intervaldır? Xarakterik interval necə olmalıdır xarakterik intervallar? Harmonik ladlarda yaranır. Artırılmış və əksildirilmiş intervallı olur. Xarakterik. Bu dəqiqə o dərsi sizə paylaşmışam. O dərsiniz bu videodan sonra o dərsin izahı gələcək həmən. Burada necə olur xarakterik intervallar? Bunlar xassiyyətli intervallardır. Birinci, ikinci var. Paylaşmışam, kanalıma göz atıb baxa bilərsiniz. Orada olacaq böyük ehtimal. Heç nə. C variantı da. C variantı xarakterik interval. 9. Böyük tersiya neçə tondan ibarətdir? Böyük tersiya intervalı 2 tondan ibarətdir də. Yəni böyük tersiya intervalı 2 ton. B indeksdə 3 yazılır. Kiçik tersiya 1,5 tondur. Yəni 1 ton yarım. Burada var elə bir cavab 9-da. C variantı 2 ton. Oktava daxilində ən böyük sadə interval hansıdır? Oktava daxilində ən böyük sadə interval oktava intervalıdır. 8-dir. 1-dən başlayır. Prima, sekunda, tersiya, kvarta, kvinta, seksta, sekunda, oktava. Oktava sadə intervalların axırıncısıdır, ən böyüdür. C variantı. 11. Nona 9 verilib bizə. İntervalı hansı iki intervalın cəmidir? 9 deyirsiniz də, yəni ağzınızda. Oktava ilə sekunda intervalının cəmidir. İndi oktava 8-dir. 8. Sekunda isə 2-dir. Oktava 8, sekunda 2. Necə olacaq indi burada? Heç nə. Gəlirsiniz üzərinə. 8 üzərinə gəl 2. 10 eləyir. Çıx 1. Nə demişdim mən sizə? Oktavanın üzərinə gələcəksiniz. 8 üzərinə 2 gəlirsiniz də. Eləyəcək 10. Ondan da çıxırsınız 1-i. 1 çıxanda artıq burada qalacaqsa nona. Onda 11-ə biz cavab olaraq götürərik. Oktava ilə bax sekunda intervalını götürərik. Oktava ilə sekunda. Sadəcə biraz uyğun gəlmədi, ona görə fikir vermədim ona. 12. Azaldılmış kvinta, yəni əksildilmiş kvinta həll olunduqda hansı intervalı keçir? Bu əksildilmiş kvinta daralır da, yəni kiçik tersiyaya keçir. Bilirsiniz yəni ki, bunu dərsdə izahləmişəm. Ona görə üzərinə çox dayanmıram. Dərsdə çox aydın izahləmişəm. 13. Hansı interval xalis ola bilməz? Xalis intervallar 4 dənə idi də. Prima idi, kvarta, kvinta, oktava. Tersiya təbii ki ola bilmir. Tersiya böyük olur, kiçik olur. Böyük 2 tondur, kiçik 1,5 ton. Yəni yarım tonda 1 ton yarım. 1,5. 14. Harmonik majorda qurulan azaldılmış, yəni əksildilmiş septima hansı pillələr arasındadır? Verib bizə də az yox, əksi 7 kimi yazardı. Yəni əksildilmiş, azaldılmış deyirik elə. Azaldılmış daha uyğun çıxar. Çünki əksildilmişə qədər bir dənə o. Orada artıq başqa olacaq. Burada 7 və 6-cı pillələr azaldılmış olur. Harmonik majorda 7-ci pillə yox, 6-cı pillə alçalır. Burada 6 və 7-ci pillənin arasında septima intervalı yaranmış olur. Buna görə yəni septima yaranır da burada. 6 və 7-nin arasında. 7-nin 6-da alçalmış idi. T variantında verib biz onu. Lap alçalmışı da verib yanında. Burada 15-ci sualımızda var. Sonra keçəcəyik açıq suala. Bu bir dənə tək qalıb, ona görə bunlar boş görükür. Deyir ki, intervalın kəmiyyət göstəricisi nəyi bildirir? Kəmiyyət pillə sayıdır. Pillə sayını bildirir. Cavabımız olacaq B variantı. Bir də var keyfiyyət. O da ton sayını bildirir. Bunlar açıq tipli suallardır. 16-dan başlayaq. Deyir ki, mürəkkəb intervalı sadalayın 9-dan 15-ə qədər. Nona, desima, undesima, duodesima, tertsima, kvartesima, kvintesima. Nona 9'dur, kvintesima 15'dir. Aralarındakilər də indi arıcılığına gedir də.
9, 10, 11, 12, 13, 14, 15 elə. Desimo, desimo, duodesimo, testesimo, kvartesimo, kvintesimo. 17. İntervalın çevrilməsi deyildikdə nə nəzərdə tutulur, nə başa düşülür? Aşağı səsi bir oktava yuxarı və ya yuxarı səsli bir oktava aşağı keçirməklə yeni interval yaradırıq. Belə alınır. Yəni intervalın çevrilməsi budur da. Yeni intervalın alınmasıdır. Bir oktava yuxarı aşağı səsi, bir oktava aşağı səsi, yuxarı səsi keçirməklə. Yəni bil ki, aşağı səsi bir oktav yuxarı, yuxarı səsi bir oktav aşağı keçirəndə interval alınır. Bu da intervalın çevrilməsidir. 18. Tritonlar hansı intervallara deyilir və niyə belə adlanır? Çünki 3'dür ona görə. Artırılmış kvarta və əsildilmiş kvinta 3 tondan ibarətdir. Tona görə də, ona görə. Ton olduğu üçün. 19. Kvartsekta 13 intervalı hansı sadə intervalın oktava artırılmış olmasıdır? Bu ola bilsin burada səhv eləyib. Kvartsekta ilə bir interval yoxdur. Amma burada 13 verib bizə. 13 əsasən deyəcəm. 13 tersimadır. Tersimada seksta ilə oktavadakı səslərin toplamıdır. Oktavada 7 səs var. Yəni do, re, mi, fa, sol, la, si, do var axırda. Yəni birinci tona axırıncı enində do, re, mi, fa, sol, la, si, do. O do'nu saymasaq. Çünki əvvəldə də do, re, mi, fa dedik, do dedik. Re, mi, fa, sol, la, si, do dedik də. Do'nun birini saymırıq da. 7 səs var ümumiyyətlə. 7 səs. O axırda gələn do, do'nun zilləşməsidir. Zilləşmiş halıdır. Bir oktava yuxarı keçmiş halıdır. Deməli, sekstanın üzərinə biz oktavan səslərini, yəni 7'ni gəlsək, 13 alınacaq. 13'dəki, yəni ki, 13 terstesima deməkdir. Burada verilən 13. Cavabımız olacaq seksta intervalı ilə. 20. Böyük sekunda ilə kiçik sekunda arasındakı ton fərqini, heç nə, böyük sekunda 1 tondur, kiçik sekunda yarım ton, yəni 0,5 ton. 21. Hansı intervallar tam qeyri-mükəmməl konsonantlar qrupuna aiddir? Tam qeyri-mükəmməl deyəndə böyük və kiçik tersiya, bir də böyük və kiçik seksta intervallarına aid edirik. 22. Artırılmış sekunda intervalı hansı ladın daxilində yaranır? Lad deyilsə bizə artırılmış sekunda deyəcəyik yenə cavabımız. 6 və 7-ci pillələr arasında yaranırdı o lad formasında. 6 və 7-ci pillələr artırılmış sekundada. 23. Undetsima intervalı neçə pillədən ibarətdir? Heç nə, undetsima intervalı 11 pillədən ibarət daha doğrusu. Xalis kvarta ilə oktavanın toplamından yaranır 11, yəni undetsima. Sonuncu 24-cü sualımıza baxaq. İntervalın melodik və harmonik formada səslənməsi arasındakı fərq nədir? Melodik arıcıl səslənmədir. Bir notun arıcıları ki, do, re, mi, fa, sol, la, si, do. Hələ ki, do'nu çaldım, sonra re'ni, sonra mi'ni belə. Harmonik birlikdə, yəni ki, do, mi, sol, do, re, mi. Hələ ki, 3 barmağı birdən qoyuruq da notların üzərinə. 3 dənə ayrı nota bir yerdə səsləndiririk. Bildiniz, yəni 3'ün birdən qoyuruq. Bu qədər. Test cavabımız bitdi. Ümid edirəm test cavabını başa düşdünüz və bəyəndiniz. Əgər bəyəndinizsə kanalıma abunə olmağı, videoya like atmağı və bildirişləri açıq saxlamağı unutmayın. Hələlik.